Gün bir müştəri mənə zəng etdi. Dedi ki, bəs kürə peçində müəyyən çatlar əmələ gəlib. O çatları hansı materialla doldura bilərəm. Müştəriyə xahiş etdim ki, mənə video çəkib atsın. Videonu mənə atdığı zaman baxdım ki, kürə peçində balaca çatlar yox, hardasa qalınlığı 1 sm və 1 sm-dan daha böyük çatlar əmələ gəlib. Məlum oldu ki, bu kürə peçi qum simentlə tikilib və artıq kürə aralanır, dağılır, kərpiclər parçalanır. Yəni artıq ora hər hansı bir şamot gil olsun və ya hər hansı bir başqa o davamlı hörgü məhsulu da yəni istifadə etmək olmazdı. Çünki artıq o kürə tikilib və şamot gil hörgü məhsulları da yəni nazik vurmaq üçün nəzərdə tutulub. Yəni 1 sm qalınlığında vursanız, yəni şamot gil də yəni çartlayacaqdı. Artıq yəni heç nə də eləmək olmur. Yəni belə hallarla qarşılaşmamaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Yəni kürə peçində istifadə olunan kərpiclər olsun, onun hörgü məhsulları olsun, bizim mağazamızda satışdadır. Mağazamız Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağ tərəfində Saray MTK yaşayış kompleksidir. Bu gördüyünüz binalardır. Sonuncu bina bitən kimi yolun sağında taxta bazardır. Biz də o bazarın içərisində fəaliyyət göstəririk. Yəni mağazamızdakı məhsullar Rusiyadan gəlir. Burada gördüyünüz 570, 580, yəni böyük kisələrdə olan Rusiya istehsalı gillərdir ki, mağazamızda qablaşdırılır. Yəni kimə az, kimə çox lazımsa mağazamıza zəng edə və ya WhatsApp-a yazıb öz sifarişini verə bilər.